Qarabağ artıq yalnız zəfərin deyil, həm də təhsilin ünvanına çevrilir. Bugün gələcəyini qurmaq üçün müxtəlif bölgələrdən olan gənclər Qarabağ Universitetinə üz tuturlar. Onların arasında Naxçıvandan gəlib Qarabağ Universitetində təhsil alan tələbələr də var. Sənin o cəlb eləyən vəslinə and içdim inan, hicrinə yandı canım. 2024-cü ildə Qarabağ Universitetinə vizual sənətlər və vokal sənət ixtisasına qəbul olmuşam. Buranı seçməyimdə məqsədim Qarabağ Universitetinin yüksək səviyyədə olması, prestijli bir universitet olması və öz sənət sahəmdə daha yüksək nailiyyətləri, nəticələri əldə etməyim üçün önəmli olduğu üçün seçmişəm. 2025-ci ildə keçirilən Xarı Bülbül Musiqi Festivalında da çıxışlarımız olub. Hal-hazırda bu ildə bu çıxışımız olacaq. Əlbəttə ki, bu da bizim Qarabağ Universitetinin nə qədər inkişaf etməsini və nə qədər yüksək səviyyədə olmasının göstəricisidir. Yeni mühit, yeni imkanlar. Gənclər üçün Qarabağ Universitetini fərqləndirən əsas məqamlardan biri məhz budur. Naxçıvanlı tələbələr qeyd edirlər ki, Qarabağ Universitetində oxumaq onlarda xüsusi qürur hissi yaradır. Qarabağ Universitetinin İqtisadiyyat Fakültəsinin 2-ci kurs tələbəsiyəm və Qarabağ Universitetini seçməkdən çox xoşbəxtəm. Çünki Qarabağ Universiteti tələbələr üçün həm inkişaf yönümlü, həm də öz potensiallarını kəşf etməsi üçün çox yaxşı bir mühit yaradır. Qarabağ Universitetinin sosial mühiti mənim inkişaf etməyimə çox köməklik elədi. Buradan gələcək tələbələrə də səslənmək istəyirəm ki, seçsəniz siz də yeni mühit və sosial həyatınız dəyişmiş olacaq, öz potensialınızı kəşf etmiş olacaqsınız. Universitetin təqdim etdiyi müasir təhsil imkanları, yaradılan şərait və perspektivlər də gənclərin seçimində mühüm rol oynayır. Ekspertlər bildirir ki, Qarabağ Universiteti qısa müddətdə ölkənin ən çox maraq göstərilən ali təhsil müəssisələrindən birinə çevrilib. Qarabağ Universiteti ödənişsiz təhsil vəd edir. Təbii ki, orada təhsil alan tələbələr dövlət sifarişi hesabına oxudurlar. O cümlədən Qarabağ Universitetində təhsil alan tələbələr pulsuz yataqxana ilə təmin olunur və xanımlar üçün, eyni zamanda bəylər üçün ayrı-ayrı yataqxanalar mövcuddur. Qarabağ Universitetində dərs deyən müəllim professor heyəti əsasən xarici ölkələrdə təhsil alıb gələn bizim ölkə vətəndaşları, həmçinin ölkəmizdə fəaliyyət göstərən nüfuzlu təhsil müəssisələrinin müəllim professor heyətidir və təbii ki, həm pedaqoji heyət, həm yaradılan infrastruktur, o cümlədən də yerləşən iqtisadi coğrafi gözəl bir mövqe Qarabağ Universitetində abituriyentlərin təhsil almasına demək olar ki, və yaxud da bu təhsil almanın arzuları gerçəkləşməyinə imkan yaradır. Bugün Qarabağa gedən yol yalnız quruculuqdan keçmir. O yol həm də elmə və gənclərin arzularına açılır. Düşünürəm ki, Qarabağ Universitetini bitirmək və yaxud da Qarabağ Universitetində təhsil almaq bizim ölkə vətəndaşlarımız üçün gələcək baxımından da əksər ölkə daxili, əksər ölkə xarici həm əmək fəaliyyətinə başlamaqda mühüm imkanlar yaratmış olacaq. O cümlədən də bu universitetdə təhsil almaq bir də qürurdur. Qarabağ Universiteti artıq minlərlə tələbə üçün sadəcə universitet deyil, gələcəyə atılan böyük addım kimi qəbul olunur.